إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء فاتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن خير الكلام كلام الله وخير الهدى هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əmmə bə'd. Əziz müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsihət edirəm. Həmişə olduğu kimi nəsihətimizi Quran ayəsi ilə başlayıram. Uca Allah buyurur: ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Sonra bunun ardınca sizin qəlbiniz sərtləşib daş kimi, hətta ondan da sərt olur. Həqiqətən daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Qatadə rahiməhullah bu ayənin təfsirində demişdir: Allah kitab əhlindən bir qisminə ölünü diriltdiyini göstərdikdən sonra onların qəlbləri sərtləşib daş kimi, hətta ondan da sərt olmuşdur. Ayənin sonrasında Uca Allah daşlarda fayda olduğunu və bu daşların qəlbi sərtləşmiş Adəm övladından xeyirli olduğunu xəbər verir. Qəlbinizi qoruyun, qardaşlar. Qoymayın qəlbiniz sərtləşsin. Qəlb xüsusunda Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: diqqət edin, bədəndə bir ət parçası vardır. Əgər o islah olarsa, bütün bədən islah olar. Yox, əgər o körlanarsa, bütün bədən körlanar. Bilin ki, o ət parçası qəlbdir. Qəlb sərtləşdikdən və qəlbdəki mərhəmət hissi götürüldükdən sonra adam azğınlaşır. Ayağının altını görmür. Hamıya yuxarıdan aşağı baxır. Ən yaxın dostunu belə tapdalamağa hazır olur. Və özü ağılda olanlardan başqa hamıya nifrət edir. Bəs daşlaşmış qəlbi necə yumşatmaq olar? Nə edək ki, qəlbimiz yumşalsın? İstəyirsiniz qəlbiniz yumşalsın? Kasıba yemək verin. Ha belə yetimin başına sığal çəkin və onu himayənizə alın. Qəlbinin sərtləşdiyindən Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət edən kimsəyə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: İstəyirsən qəlbin yumşalsın, elə isə kasıba yemək ver və yetimin başına sığal çək. Qəlbi yumşaldan amillərdən biri də Allahı zikr etməkdir. Uca Allah buyurur: möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması daha öncə özlərinə kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxsu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadı mı? Uca Allah o möminləri tərifləyib deyir: bunlar iman gətirənlər
və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. Qəlbi yumşaldan amillərdən biri də Allaha yalvarıb ondan qəlbin rəhimli olmasını diləməkdir. Necə ki, möminlər daim Allaha yalvarıb dua edib deyirlər: Rabbənə əğfir lənə və li ixvaninəl-ləzīnə səbəqunə bil-iman və lə təcəl fi qulubinə ğillən lilləzīnə əmənu Rabbənə innəkə raufur rahim. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz, həqiqətən də sən şəfqətlisən, rəhimlisən. Qəlbi yumşaldan amillərdən biri də ölümü yada salmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə belə buyurmuşdur: Mən sizə qəbirləri ziyarət etməyə qadağan etmişdim. İndi isə sizə qəbirləri ziyarət etməyi əmr edirəm. Çünki onları ziyarət etmək qəlbləri yumşaldır, gözləri yaşardır, ahirəti yada salır. Qəlbi yumşaldan amillərdən biri də pisliyi yaxşılıqla dəf etməkdir. Uca Allah bu xüsusda buyurur: وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَ اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Gəlin, bu səbr edən kimsələrdən və böyük qismət sahiblərindən olmuş qəlbi yumşaq möminlərdən bir neçəsini misal çəkək. Birinci misal. Peyğəmbər sallallahu aleyhi və səlləm bir məclisdəykən öz sahabilərinə indi cənnət əhlindən olan bir kişi bu qapıdan içəri daxil olacaq deyir və ənsardan olan bir sahabə içəri daxil olur. Növbəti gün və ondan sonraki gün Peyğəmbər sallallahu aleyhi və səlləm yenə bu sözü deyir və yenə həmin sahabə içəri daxil olur. Bunu görən Abdullah ibn Amr ibn al-As radiyallahu anhuna bu kişinin evinə gəlir və ondan xahiş edir ki, 3 gün onu öz evində qonaq saxlasın. Sahabə bu günlər ərzində bu kişini güdür və baxır ki, adam öz işində gücündə, elə də çox ibadət etmir. Nəhayət, 3-cü gün ondan soruşur: sən nə edirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ona görə səni 3 dəfə cənnətlə müjdəliyir. Kişi əvvəlcə ona elə gördüklərini deyir. Abdullah radiyallahu anhuma məyus halda dönüb getmək istədikdə isə onu çağırıb deyir: mən heç bir müsəlmanı aldatmıram. Ha belə, Allahın öz bəndəsinə bəxş etdiyi neymətə görə ona həsəd aparmıram. Ona ancaq xeyir arzulayıram. Onda Abdullah ibn Amr radiyallahu anhuma deyir: budur sənə cənnəti qazandıran əməl. Belə olmaq isə çox çətindir. İkinci misal. Ulbə ibn Zeyd radiyallahu anhu gecə namazına qalxır və namaz əsnasında ağlaya-ağlaya dua edib deyir: Allahım, sən müsəlmanlara cihada getməyi əmr etdin və buna rəğbət oyatdın. Lakin öz rəsulunla sallallahu aleyhi və səlləmlə birlikdə sənin yolunda vuruşmaq üçün mənə maddi imkan nəsib etmədin. Ha belə, rəsuluna sallallahu aleyhi və səlləmə də mənə yardım etmək üçün maddi imkan vermədin. Lakin mənim haqqıma girmiş hər bir müsəlmana halallıq verməklə bu əməlimi sənin yolunda sədəqə edirəm. Səhər açılır. Sübh namazından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə qoy bu gecə sədəqə verən kimsə ayağa qalxsın deyir. Ulbə ayağa qalxır. Allaha dua etdiyini Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər verdikdə
Peyğəmbər sallallahu aleyhi və sələm buyurur, sevin. Muhammedin canı əlində olan Allaha and olsun ki, bu, sənin əməl dəftərinə qəbul olunmuş zəkat kimi yazıldı. Üçüncü misal. Rəvayət edilir ki, Ayşə radiyallahu anh demişdir. Ummu Həbibə ölüm ayağında ikən məni yanına çağırtırıb dedi, aramızda baş verənlərə görə səndən halallıq istəyirəm. Allah məni də, səni də bağışlasın. Mən dedim, sənə halallıq verirəm. Allah sənin bütün günahlarını bağışlasın. Onda Ummu Həbibə dedi, sən məni sevindirdin. Allah səni sevindirsin. Dördüncü misal. Rəvayət edilir ki, bir nəfər gəlib Amr ibn-i As radiyallahu anhuya deyir, vallahi ki, mən sənə hilə quracağım. Səni rüsva edəcəyim. Sənin başına oyun atacağım. Amr ibn-i As radiyallahu anhu isə təbəssüm edərək ona belə cavab verir. Elə isə başın işə qarışacaq. Yəni, vaxtını israf edəcəksən. Beşinci misal. Rəvayət edilir ki, Abdullah ibn Ömərin oğlu Salim böyük tabinlərdən olub, alimlərdən olub. Həcc ziyarəti əsnasında izdiham vaxtı bilmədən bir kişini dirsəyi ilə itələyir. Kişi də ona, sən nə yaramaz adamsan deyir. Salim isə ona təbəssümlə belə cavab verir. Səndən başqa heç kəs məni tanımadı. Allahu Akbar. Budur, Allahdan qorxan alimin cavabı. Altıncı misal. Rəvayət edilir ki, Muhammed ibn İsmail Əl-Buxariyə filan kəs sənin barəndə belə deyir deyiləndə o belə cavab verərdi. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. Ən-Nisa surəsi 76-cı ayə. Və ya deyərdi, yaramaz hilələr ancaq öz sahiblərini qapılayar. Fatih surəsi 43-cü ayə. 7-ci misal. Rəvayət edilir ki, bir gün Zeynəl Abidinin əmisi oğlu Həsən gəlib cəmaatın arasında ona acılayır. Zeynəl Abidin səbr edib ona cavab vermir. Lakin axşam Həsənin evinə gəlib onun qapısını döyür. Və elə qapının ağzında ona, qardaş, əgər sənin dediyin doğrudursa, Allah məni bağışlasın. Yox, səhv danışırsansa, onda Allah səni bağışlasın. Əssəlamu aleykum deyib, çıxıb gedir. Həmçinin, rəvayət edilir ki, Zeynəl Abidinin bir cariyəsi var imiş. Bir gün bu cariyə ona bir qab su gətirir ki, o dəstəmaz alsın. Birdən su qabı onun əlindən sürüşüb, Zeynəl Abidinin başına dəyir. Zeynəl Abidinin qəzəbləndiyini görən cariyə dərhal bu ayəni oxuyur. وَالْكَاظِمِينَ الْغَيْظَ Müttəqilər qəzəbini boğurlar. Bunu deyəndə Zeynəl Abidin təbəssüm edir. Qəzəbimi boğdum deyir. Cariyə ayənin ardını oxuyur. وَالْعَافِينَ عَنِ النَّاسِ Və insanları əfv edirlər. Bunu deyəndə Zeynəl Abidin səni əfv etdim deyir. Onda cariyə ayənin tamamını oxuyur. وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ Allah yaxşılıq edənləri sevir. Bunu deyəndə Zeynəl Abidin deyir. Allah rizası üçün səni azad edirəm. 8-ci misal. Rəvayət edilir ki, İbn Məhraveyh demişdir. Bir gün mən Muhammed ibn Fadl Əl-Bəlxinin nəql etdiyi rəvayətdə Yəhyə ibn Məyinin bu sözünü oxudum. Bəzən biz elə adamlara tənə vururuq ki, bəlkə də onlar 200 il bundan əvvəl artıq cənnətdə məskunlaşmışlar. Sonra mən bu sözü Abdurrahman ibn Əbu Hatimə demək üçün onun məclisinə getdim. Həmin vaxt Abdurrahman öz tələbələrinə Əl-Cərh və Təadil kitabından dərs keçirdi. Mən İbn-i Məyinin sözünü Abdurrahmana deyəndə Abdurrahman ağladı. Əlləri əsdi. Kitab əlindən yerə düşdü və ağlaya-ağlaya məndən bu sözü təkrar söyləməyi xahiş etdi.
bu sözü gərək qulağımızda sırğa edir, qardaşlar. İbn-i Mayinin bu sözünü. Bəzən biz elə adamlara tənə vururuq ki, bəlkə də onlar 200 il bundan əvvəl artıq cənnətdə məskunlaşmışlar. Subhanallah. O insanlar ki, haqsızcasına kiməsə kafir, müşrik, xavaric, təkfirçi, murciə, vəhhabi və s. deyirlər. Qiyamət günü Allahın huzurunda nə cavab verəcəklər? Onlar bu dünyada kimlərinsə başını doldura bilərlər. Lakin qiyamət günü bunu edə bilməyəcəklər. Quranda Allah s.ə.v. belə buyurur. O gün Ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq. 9-cu misal. Rəvayət edilir ki, Hüseyin ibn Abdullah rahiməhullah demişdir. Bir gecə mən Əhməd bin Həmbəlin evində qonaq qaldım. Mən həmin gecə onun səhərə qədər ağladığını gördüm və ondan, ey Əbu Abdullah, bu qədər ağlamağının səbəbi nədir deyə soruşdum. O dedi, bu gün mən dərs deyərkən Quranda keçən pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Ayəni şərh etdim. Sonra gecə Mu'təsimin mənə işgəncə verdiyi günlər yadıma düşdü. Və namazda Allahdan onun üçün bağışlanma dilədim. Və mənə verdiyi işgəncələrə görə ona halallıq verdim. Allahu Akbar. Belə alimlər əlbəttə ki, ucalmağa layiqdirlər. 10-cu misal. Rəvayət edilir ki, İbn Teymiyəni zindana attıran bidət əhlindən biri öldüyü zaman İbn Teymiyənin tələbələrindən biri gəlib ona gözün aydın olsun, filan kəs öldü deyir. O isə qəzəblənib sən müsəlmanın ölümünə mi sevinirsən deyə ona etirazını bildirir. Sonra da həmin adamın ailəsinə baş çəkir, onlara təsəlli verir və bu gündən nə ehtiyacınız olsa onu mən ödəyəcəyəm deyir. Həmçinin rəvayət edilir ki, İskəndəriyyədə bir qrup bidət əhli əmirə şikayət edib İbn Teymiyəni zindana atdırır. 8 aydan sonra hicrətin 709-cu ilində Ramazan bayramında Sultan Nasir Misrə daxil olur. Və Şəvval ayının 8-i İbn Teymiyəni zindandan azad edir. Həmin vaxt Sultan İbn Teymiyəyə müxalif olanların böyüyünü cəzalandırmaq istədikdə İbn Teymiyyə ona öz etirazını bildirir. Ona müxalif olanların yaxşı işlərini xatırladır və onları əfv etməyi xahiş edir. Beləliklə də Sultan onları əfv edir. Budur əsl ədalətli kişilər. O kişilər ki, hər hansı bir adama qarşı olan kin-kudurəti onları ədalətsizliyə sövq etmir. Vay halına o kəslərin ki, onlar mömin qardaşının bir səhvinə görə onun barəsində bunu tutsaydılar canımız rahat olardı deyir. Sonra da onun tutulması üçün əlindən gələni edir. Lakin heç ağlına da gəlmir ki, Sultan Nasır kimi ədaləti qoruyan insanlar həmişə olub, var və inşallah olacaqdır. Pislik edənlərin isə pisliyi həmişə özünə dəyir və dəyəcəkdir. Azərbaycanımızın şairi Nizami Gəncəvinin gözəl şeir parçasında deyilir. Bəlli bir işdir ki, pislik edənlər öz işindən özü çəkəcək zərər. Eşitməmişsənmi bu məşhur sözü? Hər kim quyu qazsa düşəcək özü. Qardaşlar, bu misallardan bizə aydın olur ki, qəlbi yumşaq möminlər fitnə baş qaldırdığı zaman səbr edir, qəzəblərini boğur və insanları əfv etməyi bacarırlar. Lakin bəzən möminə zülm edən zalım bütün hədləri aşır. Beləliklə də
müminin səbir kasası dolur və zalıma bəd dua etmək məcburiyyətində qalır. Buna da Allah və onun Rəsulu izin verir. Uca Allah buyurur, La yuhibbullahul cəhra bis-su'i minəl qavli illə mən zulim və kənəllahu səmi'an alimə. Allah pis sözün uzadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah eşidəndir, biləndir. İbn Abbas, Tabari, İbn Kəfir, Şevkani, Abdurrahman Əs-Səadi və digər təfsir alimləri bu ayənin təfsirində demişlər. Bu dəlildir ki, zülmə məruz qalmış adam ona zülm etmiş zalimin əleyhinə dua edə bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm Muad ibn Cəbəl radiyallahu anh kimi sahabəyə tövsiyə edib demişdir. Məzlumun bəd duasından qorx. Çünki onunla Allah arasında bu bəd duanın qarşısını ala biləcək heç bir pərdə yoxdur. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. 3 növ dua vardır ki, onların qəbul olunmasına heç bir şək şübhə yoxdur. Məzlumun duası, müsafirin duası və valideynin övladının lehinə və ya əleyhinə etdiyi dua. Gəlin, bəd duanın qəbul olunmasına dair tarixi hadisələrə nəzər salaq. Birinci misal, Abdullah ibn Məsud radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbənin yanında namaz qılarkən, səcdədəykən müşriklər dişi dəvənin döl qişasını, heyvanın qarnındakı rüşeymin üstünü örtən pərdəni kəstirib onun belinə, kürəklərin arasına qoydular və barmaqla bir-birlərinə işarə edərək gülməyə başladılar. Allahın elçisi sallallahu aleyhi və səlləm isə səcdədən başını qaldırmadı. Nəhayət, Fatimə radiyallahu anh onun yanına gəldi və qişanın belindən götürüb kənara atdı. Peyğəmbər sallallahu aleyhi və səlləm başını qaldırdı və namazı bitirdikdən sonra Abbad sadalayaraq dua edib dedi. Allahım, Abu Cəhlin cəzasını ver. Utbə ibn Rabi'anın, Şeybə ibn Rabi'anın, Valid ibn Utbənin, Umeyyə ibn Xaləfin və Uqbə ibn Əbu Muaytin cəzasını ver. Peyğəmbər sallallahu aleyhi və səlləmin bəd dua etməsi onlara pis təsir etdi. Çünki onlar bu şəhərdə edilən bəd duanın qəbul olunacağına inanırdılar. Abdullah ibn Məsud radiyallahu anhu rəvayətinə davam edib dedi. Canım əlində olan Allaha and olsun ki, Allahın elçisinin sallallahu aleyhi və səlləmin adlarını çəkdiyi kəsləri Bədir döyüşündən sonra oradakı quyulardan birində yerə sərilmiş gördüm. 6'sı da Bədir döyüşündə ölür. Peyğəmbər sallallahu aleyhi və səlləmin duası qəbul olur. Digər bir hədisdə Sələmə ibn Əqva radiyallahu anh rəvayət edir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında sol əli ilə yemək yeyərkən Peyğəmbər sallallahu aleyhi və səlləm ona sağ əlinlə ye deyə buyurdu. Adam istehza ilə bacarmıram dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm də heç bacarmayasan deyə ona bəddua etdi. Sonra dedi, bu adama sağ əli ilə yeməyə ancaq təkəbbürlüyü mane oldu. Sələmə ibn Əqva radiyallahu anh rəvayət edir ki, bundan sonra həmin adam sağ əlini ağzına apara bilmədi. İflis oldu. Həmçinin rəvayət edilir ki, Əbu Ləhəbin oğlu Peyğəmbər sallallahu aleyhi və səlləmi söyürdü. Axırda Peyğəmbər sallallahu aleyhi və səlləm onun əleyhinə dua edib dedi. Allahım, onu yaratdığın itlərdən birinə yem et. Bu hadisədən bir müddət sonra Əbu Ləhəbin oğlu Şama səfərə çıxdı. Səfər əsnasında öz dostlarına Peyğəmbər sallallahu aleyhi və səlləmin ona bəddua etdiyini bildirdi. Dostları da ona, qorxma, biz səni qoruyarıq dedilər. Yolda onlar bir yerdə gecələməli oldular. Onda dostları onu qorumaq üçün onu öz əhatələrinə aldılar. Nəhayət, hamı yuxuya getdikdən sonra hardansa bir şir gəlib, onların üstündən tullanıb, qurduqları dövrənin içinə girdi və onu parçaladı.
heç kəs də onu Allahın bəlasından qurtara bilmədi. Allahu Akbar. Budur bədduanın acı nəticəsi. Peyğəmbər sallallahu aleyhi və sələmin həyatına diqqət yetirsəniz görərsiniz ki, o heç vaxt cahillərə bəddua etməyir. Məsələn, taiflilər onu daşa basıb qovurlar, tövhidi qəbul etmirlər, şirkin üzərində israr edirlər. Həmin vaxt Cəbrail aleyhissalam gəlib ona, Allah sənin həm qəbilələrinin nə dediklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək xüsusunda istədiyini bu mələyə əmr edəsən. Dağlar mələyi mənə salam verdikdən sonra dedi, ey Muhammed, nə istəyirsənsə buyur. İstəyirsənsə bu iki dağı onların başına uçurdum. Peyğəmbər sallallahu aleyhi və sələm dedi, xeyr, mən ancaq onu diləyirəm ki, Allah onların belindən tək Allaha ibadət edən və ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin. Digər bir hədisdə Abu Hureyra radiyallahu anh rəvayət edir ki, Tufeyl İbni Amr Əd-Dəvsi öz tərəfdarları ilə birlikdə Dəvs qəbiləsindən olan bir toplum müsəlman Peyğəmbər sallallahu aleyhi və sələmin yanına gəlib dedilər, ya Rasulullah, Dəvs qəbiləsi asi oldu və müsəlmançılıqdan imtina etdi. Onlara bəddua elə. Oradakılar bunu eşitdikdə dedilər, Dəvs həlak olacaq. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib dedi, Allahım, Dəvsliləri doğru yola yönəlt və onları İslam dininə gətir. Budur İslam əxlaqı. Müsəlman gərək həmişə əff etməyi bacarsın. Biz də həmçinin bizləri tanımadan bizim haqqımıza girən, bizə cürbəcür adlar qoşan və bizi təhqir edən həm vətənlərimizə Allahdan daim hidayət diləməliyik. İkinci misal. Ömər ibn Xattabın radiyallahu anh'ın xilafəti dövründə narazılardan bir toplum Səad ibn Əbi Vaqqas barədə Ömərə şikayət edib deyirlər ki, Səad namazı lazımı qaydada qıldırmır. Səad ibn Əbi Vaqqas da Ömərin yanında and içir ki, vallahi mən onlara Peyğəmbər sallallahu aleyhi və sələmin namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. Ömər də onun andını qəbul edir və ona inanır. Əsl möminlər belə qardaş olublar. Lakin narazılar Səadin andına məhəl qoymurlar. Öz böhtanlarını yaymağa davam edirlər. Nəhayət, Usəmə ibn Qatədə adlı birisi onu ittiham edib deyir. Səad heç vaxt döyüşə gedən dəstəyə qoşulmayıb, qənimətləri düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm verməyib. Səad ibn Əbi Vaqqas da cavabında belə deyir. İndi ki belə oldu, vallahi ki mən də 3 şeylə bağlı Allaha dua edəcəyəm. Allahım, əgər sənin bu qulun yalancıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu bəlalara düçar et. Uca Allah Səadin duasını qəbul edir. Həmin adamın ömrü o qədər uzanır ki, qocalığından qaşları uzanıb gözlərinin üstünə düşür. Özü də küçələrdə cariyələrə əl atır. Və həmin adamdan onun halı barədə soruşanda deyirmiş, mən başı bəlalı bir qocayam. Məni Səadin bəd duası tutur. Diqqət edin, qardaşlar. Səad o toplumun hamısına bəd dua etmir. O bilir ki, sıravi adamlar yalnız huya gedir. Yazıqdırlar. O yalnız onların başçısına, ara qarışdırana, cəmaatı ona qarşı qaldırana, yalandan xəlifəyə şikayət edib, ona şər yaxana və onun cəzalandırılmasını istəyəni bəddua edir. Tövhid əhli də həmçinin. Qoy, huya gedib onları xavaricilikdə ittiham edən cahilləri bağışlasınlar. Onlara halallıq versinlər.
onlara Allahdan hidayət diləsinlər və Allahın bu ayəsini həmişə xatırlasınlar. Yaramaz hilələr ancaq öz sahiblərini qaplayar. Lakin Tövhid əhlinin haqqıdır ki, bu işlərin başında durub, hilə qurub onları məhv etmək istəyənlərə, haqsızcasına onlara xavariclərlə ittiham edənlərə Səad ibn Əbi Vaqqas kimi bəddua etsinlər. Üçüncü misal. Zalim xəlifə Əhməd bin Həmbəlin onun huzuruna gətirilməsini əmr edir. Əhməd bin Həmbəl rahiməhullah da başa düşür ki, əgər onun huzurunda Qur'ana məxluq deməsə, xəlifə onun boynunu vurduracaq. Odur ki, dua edib deyir, Allahım, məni zalimla qarşı-qarşıya gətirmə. Əhməd bin Həmbəl xəlifənin yanına çatana dək, xəlifə ölür. Dördüncü misal. İbn Teymiyyə rahiməhullah baxmayaraq ki, dəfələrlə ona pislik edən təriqətçiləri və məzhəbçiləri bağışlayır. Lakin eşidəndə ki, kimlərsə onu və onun tələbələrini, İbn-i Qeyyimi, Zəhəbini, İbn-i Kəthiri, İbn-i Rəcəbi, Bəzzarı və digər böyük alimləri nasibilikdə ittiham edirlər. Bunu deyənlərə bəddua edir. Nasibi əhl-i beytə nifrət edənlərdir. İbn Teymiyyə əhl-i beyti olduqca çox istədiyinə görə bu söz ona çox ağır gəlir. Və o deyir, onlar yalan danışırlar. Bunu deyənlərə Allahın lənəti olsun. Allaha and olsun ki, Dəməşqdə bir nəfərdə olsun nasibi yoxdur. Qardaşlar, nəsiyyətimə bu iki ayə ilə son vermək istəyirəm. Uca Allah buyurur, mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötürü günahlandıranlar sözsüz ki, öz üzərlərinə böhtanla bərabər açıq, aydın, ağır bir günah götürmüşlər. O həmsinin buyurur, murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir. O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Sonda hamımızın adından Allaha yalvarıb dua edirəm ki, bizləri mərhəmətli olan, insanları əfv edən, onlarla gözəl rəftar edən, qəlbi yoxa insanlardan, ha belə möminləri sevən, cahillərə hidayət diləyən və bir də Allaha qarşı hərb elan etmiş kafirlərə nifrət edən kimsələrdən etsin. Bizim qəlbimizi sərtləşməkdən qorusun. Bizi möminlərin ətini yeyən, kafirlərə isə bəraət qazandıran, qəlbi daşlaşmış azğınlardan uzaq eləsin. Bizi kasıblara əl tutan və yetimlərə himayədarlıq edən, dul qadınlara yardım edən və qocaların qeydinə qalan, ha belə pisliyi yaxşılıqla dəf edən, Allahı çox zikr edən, ölümü tez-tez yada salan və yalnız Allaha yalvaran kimsələrdən etsin. Allah bizi müsəlmanları aldatmaqdan, batilə haqq onu geyindirməkdən, ha belə Allahın öz bəndələrinə bəxş etdiyi nimətlərə görə onlara həsəd aparmaqdan qorusun. Əksinə, bizi möminlərin nailiyyətinə sevinməyə, kafirlərin isə etdiyi yaxşılıqların onların hidayətinə səbəb olmasına ümid bəsləməyə müvəffəq etsin. Həmçinin bizə son nəfəsimizdə olsa belə möminlərə, bizə qarşı etdikləri haqsızlıqlara görə halallıq verməyi qismət eləsin. Eləcə də pislərin pisliyini, hiləgərlərin hiləsini və şərbazların şərini onların öz başlarına çevirsin. Allahım, həsədlərindən dolayı sənin özünə dost seçdiyin əməli salih qullarını xavariclikdə, yaxud murciyəlikdə və s. ittiham edən, onlara şər yaxan, onlara hilə quran kimsələrin layiqli cəzasını ver. Allahım, əgər onlar yalancıdırlarsa, üstəlik bunu özlərini göstərmək və ad qazanmaq məqsədi ilə edirlərsə, onların ömrünü uzat, yoxsulluqlarını artır və onları bəlalara düçar et. Allahım, ölkəmizdə
və digər müsəlman ölkələrində daim əmin-amanlığın olmasını, güc sahiblərinin bu fitnələrin qarşısını almağa müvəffəq edilməsini səndən diləyirik. Allahım, məmləkətimizi və digər müsəlman məmləkətlərini xavariclərdən və murciyələrdən təmizlə. İnsanların rahatlığını pozan və onların qəlbinə şübhə salan o fitnəkarların layiqli cəzasını ver. Allahım, sənin sevimli qulun, cənnətin səbirsizliklə gözlədiyi, sağlığındaykən cənnətlə müjdələnmiş Harun aleyhissalamın Musa aleyhissalama yaxın olduğu kimi Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olmuş Əli ibn Əbi Talib radiyallahu anhunun xavariclərlə mübarizə apardığı kimi onlarla mübarizə aparmağı, ha belə İbn Abbas radiyallahu anhunun onları susturduğu kimi onları susturmağı bizə nəsib elə. Subhanək Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və ətubu iləyik.